Mən bunu belə tutum. Hörmətli cənab prezident, hörmətli baş prokuror, hörmətli Milli Təhlükəsizlik naziri, sizdən xahiş edirəm, mənim 2014-cü ildə aprel ayında Qobustan rayon polis şöbələri mənim yatağıma gəlib, məndən uşağımı tutublar, yataqdan tüvək götürüblər, səvərləri gəliblər. Mən də xəbər tutdum ki, mənim uşağımı niyə gətirmişsiniz? Dedilər ki, bəs cinayət eləyib. Nə cinayət? Tüvək gətirmişik. Dedim, niyə görə? Dedilər ki, eləyib gətirmişik. Məndən bu səvərləri pul tələb elədilər, 10.000 manat. Dedim, mən pulum yoxdur, mən haradan tapım gəldim. Dedilər, yox, onda uşağı ötürürük, türməyə çıxır gedir, özü də tutulur uşağı da. Getdim mən bu səvərləri, 15 istədilər. Getdim təzədəndən, qonşudan biraz pul götürdüm. Getdim, banka girdim, 8.000 manat da bankadan götürdüm. Getdim, verdim, getirib verəndən sonrasını uşağı bıraxdılar. Bu səvərləri o polis şöbəsindən Sadıq, sonra Ceyhun, Zeynalov Məmməd, bax, bunlar mən sizdən xahiş edirəm, mənim pulumu qaytarıb verəsiniz. Başqa artıq dərəcədə müraciət edirəm sizə. Mənim heç niyə gücüm çatmır.